Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Aparıcı Lamiyə Ələkbərova sosial şəbəkədə ona yazılan tənqidlərə cavab verib. Xəbər verilir ki, aparıcı bir müddət əvvəl müğənni Rəqsanə İsmayılovanın onun haqqında dediyi "mənim işçim olub" sözlərinə etiraz edib. Onun bu açıqlaması isə sosial şəbəkədə müzakirə yaradıb. Lamiyə Ələkbərova Instagram səhifəsində bununla bağlı yazılanlara belə cavab verib. Televiziyadan başqa heç kimdən maaş almamışam və almıram da. Mənim maaş alan yerim televiziya olub və olacaq. Düz bilmirsiniz, prodüser müğənninin müdürüdür. Heç vaxt heç kimin köməkçisi olmamışam. Rəqsanəni efirə ilk çıxardan televiziya prorejissoru olmuşam. Bizim işimiz yaradıcılıqdır. Allah insanı yaradır, biz də iş yaradırıq. Aparıcı ona aqressiv şərh yazanı isə mənə qarşı necə aqressivsiniz, niyə belə əsəbi yazırsınız? Utanmaz mən yox, məni sevməyənlərdir. Musiqişünas xor dirijoram, musiqçiyəm. Sizi nə narahat edir? Mənə qarşı bu qədər acıqlı olmayın, yoxsa həsrələnərsiniz cavabını verib.